Hal-hazırda Laçında işləyib fəaliyyət göstərməyimə baxmayaraq, mən hər səhər Həkəri çayının o ecazkar səsi ilə Suskənd tam orta məktəbinə fəaliyyətimə başlayanda bu mənə bir yuxu gəlir. Bu mənə bir gerçək gəlmir. Mən elə biləm ki, bunları mən yuxuda yaşayıram. Müəllimlər hər bir cəmiyyətin gələcəyini formalaşdıran, bilik və tərbiyə işində əvəzsiz rol oynayan insanlardır. Qarşısında dayandığımız bu təhsil ocağında işğal dövründən əvvəl müəllimə kimi çalışan, uzun fasilədən sonra yenidən doğma yurduna qayıdıb, öz peşəsini davam etdirən müəllimlərimiz var. Onlardan biri də Bayramova İpək müəllimədir. Sujetdə daha yaxından tanış olacağıq. Mən 1984-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini qırmızı diplomla bitirib, təyinatla Laçın şəhərinə gəlmişəm. 1992-ci ilə qədər Laçın şəhər 2 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişəm. Məlum səbəblərə görə biz o vaxtı məcburi köçkün həyatını yaşamışıq. 31 il Qaradağ rayon Lühbatan qəsəbəsində 29 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişəm. Ümumiyyətcə deyildilər ki, ən yüksək tipovoy Azərbaycanda 3 dənə məktəb var, onun biri də 2 nömrəli məktəbdir. Ona görə də mən 2 nömrəli məktəbdə o təəssüratlarımı heç vaxt xəyalımdan çıxarda bilmərəm. 2 nömrəli məktəbdə mənə dərs keçən Südabə müəllimlə, Fatma müəllimə ilə, Adilə müəllimə ilə, Cabbarova Qələmfir müəllimə ilə biz müəllimlərim kimi mən onları çox sevmişəm və 2 nömrəli məktəbdə öz müəllimlərimlə pedaqoji fəaliyyətimi çox fərəhlə, qürurla davam elətdirmişəm. Laçın o vaxtı gözəliyini mən bu qədər duymamışdım. İndi mən 31-dən sonra Laçına qaydanda baxıram ecazkar dağlara, hər şey gözəldir, insanlar gözəldir, məktəbimiz çox gözəldir, Suskənd tam orta məktəbi. Yeri gəlmişkən bunu da qeyd edeyim ki, 1-ci Suskənd tam orta məktəbində biz fəaliyyətə başladıq. Məktəbimizin direktoru Dönarə müəllimlə birlikdə və bütün pedaqoji kollektivlə birlikdə biz çox ciddi iş rejimini götürdük və bu illəri 11-ci sinifdən 3 şagirdimizin hər üçü ali məktəbə qəbul olundu. Məktəbimiz 100% nəticə göstərdi. Bu bizim üçün böyük bir fəxarət, böyük bir qürurdur. Mən böyük fəxr edirəm ki, müəllim günündə keçən il və bu il mən Laçındayam. Mən bu günləri Laçın müəllimi kimi bütün Azərbaycanın müəllimlərini bu gözəl peşə bayramına münasibətlə ürəkdən təbrik edirəm. Hər bir müəllimə pedaqoji fəaliyyətində uğurlar arzulayıram.